Salam, Express İnkubator servis seviyesinin izleyicileri. Bugünkü videomuzda XM18ESW Wi-Fi ilə işləyən kontroller haqqında danışırıq. Demək, birinci bunun qoşulma qaydasından, iş prinsipindən öncə biz bunun telefonu necə idarə ediriksə, yəni Wi-Fi necə qoşulubsa, bu haqda danışaq. Demək, mövcud sistemi hazır qoşmuşam, proqramı qoşmuşam. Demək, indi burada biz nə görürük? Burada demək, işıq düşür, nəmişliyi göstərir. Bu isə istiliyi idarə edir. Biz bu işıq yanan yeri nəmişliyə qoymuşuq. Demək, faktiki 64% nəmişliyi göstərir. Bizim kontrollerin ekranda da 64 göstərir. Biz qoymuşuq 57-yə. Orada da faktiki 57-dir. İndi biz bunu buradan artırıb qoyuruq 69-a. Burada da 69 oldu. Yəni ki, biz istəyirik ki, nəmişliyi 69 olsun. Və çıx səs gəldi, relə qoşuldu. Sonra keçirik istiliyi idarə etmək üçün. İstiliyi də bastıq. Demək, bizdə faktiki ekranda göstərir 18 dərəcə, burada da 18 dərəcə. Biz istiliyi qoymuşuq 37.4-ə telefonda. Burada da 37.4. Mən də bunu azaldıram, qoyuram 34.4-ə. Avtomatik burada düşdü 34.4-ə. Belə bir maraqlı bir şeydir. Sonra burada bilirsiniz, SSD hamısında rejimlər var. Demək, burada 4 rejim var. Altdakı bu barmaq işarəsi qoyulan yer isə yəni manual rejimdir, mexanik rejimdir. İndi biz bunu telefondan idarə etmək üçün bu düymədən, sensordan istifadə edirik. Bax, burada görürsünüz yazıldı. Buradakı yazılar, rejimlər gəldi bura. Məsəl üçün biz bunu qoyuruq toğ rejiminə. Avtomatik qalxdı toğ rejiminə. Sonra bunu qoya bilərik. Məsəl üçün göyərçin, bildirici rejiminə, göstərir gəldi bildirici rejiminə. Və yaxud da qoyuruq bunu manuala. Avtomatik keçdi manual rejimə. Sonra burada nə var? Dediyim kimi istiliyi buradan artıb çoxalda bilirik. Nəmliyi artıb çoxalda bilirik. Rejimlərə qoya bilirik. Sonra gəldik burada. Demək, bu bizə deyir ki, motor neçə saatdan bir işləsin. Demək, girdik. 90 dəqiqədən bir işləyir, 180 saniyə. İndi buradan azaldıb çoxalda da bilirik. İstədiyimiz saniyəyə qoya bilirik. Yəni, o burada bizə lazım deyil hələlik. Bunu göstərmək məqsədinə çəkirəm. Sonra burada arxa ventilyator, demək 120 saniyədən bir, dəqiqədən bir, 2 saatdan bir işləsin, 15 saniyə. Buradan da artıb çoxalda bilirik. Sonra bizdə burada nə qaldı? Burada demək fandır, arxa fan işləyəndə, burada işıq yananda, burada da fan yanır. Bu temperatura bildik. Bu da günləri dəyişir. Məsələn, burada ikinci günə qoymuşuq, ekranda da ikinci gün. İndi biz bunu ekrandan artırıb azaldıq. Deməli, qoyuram bunu, məsəl üçün 5-ci günə. Qoydum ki, günləri məsələn 6-cı günümüzdür bizim. Avtomatik bu da düşdü 6-cı günə. Bunu qoyduq kənara. İndi biz bunun iş prinsipi haqqında danışaq. Burada eyni XM18S, XM18-lər kimidir. Yəni, çox danışıb vaxtınızı almayım. Yəni, mənim səhvəmdə bunlar var. Burada da bu açarlar nə üçündür? Bu, deməli, ikinci spiralı söndürür. Bildikdə bunda 2 dənə spirala çıxışlar var. Biri daimi işləyən, biri köməkçi. Bu köməkçini söndürmək üçündür. Bu, nəmliyi söndürür, vet yazılanı söndürür. Bu, arxadakı fanı söndürür. Yəni, dövriyyə fanını söndürür. Bu işıq. Bu da bu açar. Bu açar isə bizdə demək, inkubatorun içinin işıqlanmasını idarə edir. Bu da qlavlı açarımızdır. Bu bizim flaşkadır. Bu flaşka o demək deyil, bunun mikroprosesoruna müdaxilə eləyəsiniz. Yəni, girib burada proqramı dəyişəsiniz. İstiliyi, məsələn, zavod ayarlarını dəyişə bilməzsiniz. Onu demək, istehsalçı şirkət qoymur. Onu şifrə qoyurlar, onu heç kim girmir. Mən özüm proqramizmə girib onu dəyişəməm. O şifrə olur ancaq istehsalçının özündə. Yəni, müştərilərə vermir onlar. Ancaq bu telefondan idarə eləmək üçündür. Bunu azaldıb çoxaltmaq üçündür. Başqa şey eləyəməsə. Çox adam elə bilir ki, girib burada nə istəyə bilər? Xeyr, yəni bu ancaq dediyim kimi ayarları dəyişə bilərsən. Mikroprosesora müdaxilə eləməzsən. Qoşulma qaydası da demək belə bir şeydir. Bu D-lər var, XM18 D-lər. Eynən qoşulma qaydası D-lər kimidir. Mənim səhv etməmsə olmalıdır. Bu da necə qoşulur? Bir dənə fərq burada bu nəmlə istiliyin daçiklərindədir, qoşulmasında. Burada da ki, sadədir. Demək, burada görürsünüz.